Deyirəm, sosial şəbəkələrə girirəm, müəyyən qadınlar var ki, belə deyək də, ayrılmış, boşanmış qadınlar. Bütün səhifələrini, TikTok səhifələrini, nə bilim, Instagram, YouTube səhifələrini ancaq ərlərinə sərf eləyiblər. Yəni, ərim pis idi, boşandım, ərim döyürdü, boşandım, ərim evə baxmırdı, boşandım, ərim içirdi, boşandım. Ərləri pisdir də. Qurbansa mən başa düşdüm. Əriniz pis idi, qaynanəniz pis idi, sizə baxmırdı, sizi döyürdü, sizi söyürdü. Yaxşı, boşanıbsınız da. Boşanıbsınız, siz yaxşısınız, onlar pisdir. Niyə əl çəkmisiniz, ha? Sizi yandıran nədir? Niyə əl çəkmisiniz? Özünüz deyirsiniz ki, boşanıb gedib, belə deyək, başqasını alıbdı. Başqasını alıb və başqasıyla da xoşbəxtdir. Camaatın ailəsi var. Əriniz pis olsaydı, o birisinlə də yola getməzdi. Deməli, o birisinlə yola gedirsə, deməli günah sizdədir. Siz günahı özünüzdə axtarın. Amma rahatlanmısınız, Ay, ərimiz bizi belə döyürdü, pis idi. Ay, ərimiz elə. Ay, yaxşı, başa düşdük də o pis idi, siz yaxşısınız. O fələk, siz mələk. Yola getmədiniz, ayrıldınız. İndi rahatlanın da, niyə rahatlanmısınız? Ha? Bilirəm içiniz yanır, bilirəm şey olubsuz, yəni peşman olubsuz boşanmağınıza. Sadəcə az özünüzü gözdən salın da. Ərim pis idi, ərim belə idi, ərim elə idi. Hə, pis idi. Başa düşürük. Alqışlayırıq da sizin bu boşanmağınıza görə. Hüquqlarınızı bilirsiniz, boşanırsınız, xoşbəxt həyat yaşayırsınız. Niyə yanırsınız? Xoşbəxtliyinizi yaşayın da. Niyə yanırsınız? Yaşayın, bəsdirin. TikTok'u aşmaq olmur əlinizdən. Oradan video çəkir, paylaşır ki, bütün günü biri baldızdan danışır, biri ərdən danışır, biri şeydən, qaynanadan, özü boşanmışlar. Hadi başa düşdükdə də pis idilər. Yaxşı olun da. Siz yaxşısınız, həyatınızı yaşayın da. Onlar qalsın keçmişdə. Niyə bu qədər yanısınız? Sizi yandıran nədir? Səs yığmaq üçünmü bunu eləyirsiniz? Ya nə bilim, nə üçün bunu eləyirsiniz? Takipçi yığmaq üçünmü? Hadi pis idi də, pis idi. Başa düşdük. Siz mələksiniz, o fələkdir. Həyatınızı yaşayın. Bəsin, az videolar çəkin. 2 videodan bir, 3 videodan bir ər pisdir, dınq, ər pisdir, dınq, ər pisdir, dınq. Hadi nə olubdu? Siz yaxşı olun. Vallahi nə bilim.